Masazır qəsəbəsi Cantəpə masivində sizlərə həyətyanı sahəsinə 2 ədəd avtomobil daxil olan bir mülk təqdim edəcəm. Mülkümüz 3 otaqlıdır, əla remontludur, əla təmirlidir dəyərli dostlarımız. Qiymət isə 75.000 manatdır. Hal-hazırda qonaq otağından çəkilişə başlamışıq. Dəyərli dostlarımız çıl-çırağı vurulub, pərdələr bağlanılıb, təmiz, sıfırdan pərdələr bağlanılıb və şəbəkə pəncərə öz həyətyanı sahəsinə baxır. Modern üslubda inşa olunmuş şəbəkə pəncərə öz həyətyanı sahəsinə baxır. Videonun sonunda evin həyətyanı sahəsi ilə sizləri tanış edəcəm. İstilik sistemi kombidir. Bütün otaqlarda çəkilib tamamilə hazır bir vəziyyətdədir və dəyərli dostlarımız gözəl sizlərə bir dənə tvistentli qonaq otağı təqdim edirəm. Tavan sahəsi alçıbandır, sport lampalarla işlənilib, gizli işıqları vurulub, kondisioner xəttinin yerinə kimi düzəldilib, təmir olunub, əla 3 otaqlı 75.000 manata ekran işləmələrinə kimi vurulub, tamamilə hazır bir vəziyyətdədir. Dəyərli dostlarımız, demək, dəhliz vasitəsilə otaqlara bölgülərdir, dəhlizdir, mətbəxdir, sanitar qovşaqdır, hamısı istipolla üzlənilib. Dəhlizdən girdin, gəldin qardaş. İşə gedirsən də, qəşəng burada gözəl işləmə, güzgü sahəsi var, işıq sahəsində quraşdırıblar, əla, solidli, super. 75.000 manata kupçalıdır, ipotekaya da yararlıdır. Girişdən solda yerləşir evin mətbəx sahəsi, istipolun kollektori, mətbəx mebelin alt sahəsində nəzərdə tutulub, mətbəxin aksesuarlarının qaz, su, işıq, kanalizasiya xətlərindən hamısı çəkilib hazır vəziyyətdə, mətbəxin pəncərəsi də öz həyətyanı sahəsinə baxır. Bu ərazidə bir ədəd ev qalıb, o da bu evdir, dəyərli dostlarımız. Yəni, bütün satışda olan evlərin hamısı satılıb. Sanitar qovşaqdır, istipolla üzlənilib, duş kabin üçün yer buraxılıb, havalandırma üçün pəncərə sahəsi var, aksesuarların xətlərinə kimi hamısı çəkilib, tamamilə hazır bir vəziyyətdədir. 75.000 manata bazarda bu qiymətə mülk tapmaq olar, kupçalıdır, çıxarışı var, torpağında evində çıxarışı var, yox. Əla bir fürsətdir, qaçırtmayın. Real müştəriyə də indirim nəzərdə tutulub. İkinci yataq otağı ilə sizləri tanış edirik. Əslində ikinci otaqla da, yəni birinci qonaq otağı, 2 ədəd yataq otağı var. Birinci yataq otağı və ikinci yataq otağı. Pəncərələrin qarşısında tamamilə açıq bir vəziyyətdədir. Qarşı tərəfdən yetəri qədər məsafə var. Qarşı qonşunun hasarıdır, dəyərli dostlarımız. Yəni, yetəri qədər məsafəsi var. 055 291 35 65 mənim əlaqə nömrəmdir. Gəl həyətyanı sahə ilə də tanış olaq. Dostlarımızı tanış eləyək, səhifəni bəyənib, like etməyi unutmayın. Yerdən 7 daş kürsüdədir. Kombi aparatının yeri burada nəzərdə tutulub, işığı, qazı, suyuna kimi hamısı çəkilib, tamamilə hazır bir vəziyyətdədir. Mərkəzi giriş darvazasıdır. Həyətyanı sahə ağlay daşlarla örtülüb, padval sahəsinə giriş koduna kimi də buraxılıb. Hətta evin yanına da keçid etmək mümkündür, dəyərli dostlarımız. Kladovka sahəsi yarada bilərsiniz, artıq əşyaları bura yığmaq şansımız var. Ev sahibi gör necə düşünüb, dəyərli dostlarımız. Jolabdan axan, yəni şiferdən axan suyu birbaşa kanalizasiya ötürüb. 50'li kanalizasiya turbası ilə birbaşa kanalizasiya ötürüb. Bundan gözəl ev var. Həyətinə də 2 dənə rahatçılıqla, sərbəst şəkildə avtomobil daxil etmək mümkündür. 75.000 manatdır. Gələn videolarda sağ olun, sağlıqla qalın.